Hər vaxtınız xeyir. Gəlin bugün birbaşa bir sualla başlayaq. Heç düşünmüsünüzmü? Bitkilərin və heyvanların yaşaması üçün əslində nə lazımdır? Bu təbiətin ən təməl suallarından biridir, elə deyilmi? Gəlin cavabı tapmaq üçün birlikdə planetimizin ən maraqlı güşələrinə bir növ səyahətə çıxaq. Bəli, tam olaraq. Bugün biz canlıların öz yaşadıkları mühitə necə uyğunlaşdığını, yəni necə adaptasiya olduğunu öyrənmək üçün çox həyəcanlı bir qlobal səyahətə başlayırıq. Bu səyahətdə görəcəyik ki, həyat ən çətin, ən sərt şəraitdə belə necə möcüzəvi bir şəkildə ayaqda qalmağı bacarır. Budur bizim bugünkü səyahət planımız. Əvvəlcə həyatın əsas qanununu anlamağa çalışacağıq. Sonra dayanacaqlarımız rütubətli ekvatorial meşələr, sonra savannaların ritmi, səhraların sərtliyi və nəhayət buzlaqların soyuğu olacaq. Sonda da bütün bu gördüklərimizdən bir dərs çıxaracağıq. Yaxşı, onda başlayaq səyahətimizin ilk mərhələsinə. Bütün bu gördüyümüz müxtəlifliyin arxasında dayanan əsas qayda nədir axı? Gəlin təbiətin bu təməl qanunlarını kəşf edək. Çünki inanın bunları anlasaq, bütün canlı aləmi anlamaq daha asan olacaq. Baxın, ən əsas qayda budur. Yer kürəsində istiliyin və nəmliyin fərqli-fərqli paylanması var, eləmi? Məhz bu fərqlilik gördüyümüz bütün o heyrətamiz canlı müxtəlifliyinin əsas səbəbidir. Sanki belə düşünün, fərqli temperatur və su miqdarı hər bir bölgə üçün fərqli bir sağ qalma oyununun qaydalarını yazır. Və bu da bizi çox vacib bir anlayışa gətirib çıxarır. Biyomüxtəliflik. Yəqin ki, eşitmisiniz bu sözü. Nə deməkdir? Çox sadə dildə desək, bir ərazidəki canlı növlərinin zənginliyi deməkdir. Və bu zənginlik birbaşa həmin yerin şəraitindən asılıdır. Yadda saxlayın, şərait nə qədər fərqlidirsə, həyat da bir o qədər rəngarəng olacaq. İndi isə gəlin səyahətimizin ilk real dayanacağına gedək. Hazır olun, çünki biz həyatın sözün əsl mənasında qaynadığı, coşub daşdığı sıx və rütubətli ekvatorial meşələrə daxil oluruq. Görək orada bizi nə gözləyir. Bir təsəvvür edin, burada temperatur demək olar bütün il eynidir, 25-28 dərəcə. Yağış o qədər çox yağır ki, ildə 2000, hətta 3000 millimetri keçir. Yəni bu nə deməkdir? İl boyu sabit istilik və heç vaxt tükənməyən su. Sizcə də belə bir yer canlılar üçün əsl cənnət deyil? Bəs yaxşı, hər şey bu qədər boldursa problem nədir? Rəqabət. Bitkilər günəş işığı üçün bir-biri ilə yarışır. Buna görə də həmişə yaşıl qalırlar və nəhəng, enli yarpaqlar açırlar ki, hər zərrə işığı tuta bilsinlər. Heyvanlar isə yerdəki təhlükələrdən qaçmaq üçün nə edir? Ya həyatlarını ağacların başına daşıyırlar, ya da yırtıcılardan gizlənmək üçün qaranlıq düşəndə, yəni gecə həyatına keçid edirlər. İndi isə o sabitlikdən tamamilə fərqli bir dünyaya keçirik. Ekvatordan uzaqlaşırıq və növbəti dayanacağımız savannalardır. Burada artıq hər şey fərqlidir. Həyatı sabit istilik yox, mövsümlərin amansız ritmi idarə edir. Baxın, buradakı əsas məsələ yağışın nə qədər yağması deyil, onun nə vaxt yağmasıdır. Savannada kəskin şəkildə bir-birini əvəz edən iki mövsüm var, rütubətli və quraq. Və bütün canlılar istisnasız olaraq məhz bu ritmə uyğunlaşmaq məcburiyyətindədir. Və bu ritmə cavab olaraq təbiətin bəlkə də ən möhtəşəm mənzərələrindən biri yaranır. Böyük köç, yəni miqrasiya. Quraqlıq başlayan kimi ot quruyur, su çəkilir. Bax, həmin an yüz minlərlə heyvandan ibarət nəhəng sürülər yağışın ardınca yüzlərlə kilometrlik təhlükəli bir səfərə çıxır. Bu, əslində, həyatda qalmaq üçün bitməyən bir hərəkətdir. Burada çox maraqlı bir vəziyyət, bir paradoks var. Savannanın simvolu olan o hündür otlar var ha, onlar həm həyat verir, həm də ölümü gizlədir. Necə? Bir tərəfdən ot yeyənlər üçün bol-bol yeməkdir, amma eyni zamanda onları ovlayan yırtıcılar üçün də mükəmməl bir gizlənmə, pusqu yeridir. İndi isə gəlin səyahətimizin bəlkə də ən ekstremal nöqtəsinə gedək, səhralara. Bir saniyəlik dayanıb düşünək. Bu sonsuz qumluqda, bu istidə həyat ümumiyyətlə necə mövcud ola bilər ki? Baxın, bu rəqəm məncə hər şeyi deyir. Səhralarda orta illik yağıntı 170 mm-dən də azdır. Təsəvvür edin, bəzi yerlərə illərlə bir damcıda yağış düşmür. Yəni, buradakı nömrə bir problem hədsiz tükənməz su qıtlığıdır. Amma təbiət yenə də bizi təəccübləndirməyə bacarır. Baxın, bitkilər su tapmaq üçün köklərini 10 metrdən belə dərinə sala bilirlər və o qiymətli suyu buxarlanmadan qorumaq üçün yarpaqlarını iynə kimi tikanlara çevirirlər. Heyvanlar isə ya yemək tapmaq üçün inanılmaz sürətlə saatda 50-60 kilometrdə qaçır, ya da gündüzün o yandıran istisindən gizlənib gecənin sərinliyində həyata davam edirlər. Möhtəşəm deyilmi?
İndi isə tam bir kontrast. O yandıran istinin içindən çıxıb birbaşa buzun mərkəzinə səyahət edirik. Planetimizin tamamilə başqa bir üzü, dondurucu soyuğun hökm sürdüyü yerlər. Artıq burada mübarizə istiyə qarşı yox, donmamaq üçündür. Gəlin bir anlıq o geniş şimal meşələri, yəni tayqanın iqliminə baxaq. Düşünün, qışda, məsələn, yanvarda orta temperatur -20, hətta -25 dərəcəyə qədər düşür. Bu, sözün əsl mənasında hər an donma təhlükəsi deməkdir. Amma buradakı uyğunlaşmalar da möcüzəvidir. Məsələn, tayqada ağaclar soyuğa dözümlü iynə arpaqları ilə, heyvanlar isə qalın-qalın xəzləri ilə müqavimət göstərir. Amma daha da şimala, qütblərə doğru getdikcə şərait daha da sərtləşir. Quruda həyat demək olar ki, yox səviyyəsinə enir, ancaq dözümlü mamır və şibyələr qalır. Bəs əsl həyat haradadır? Buzun altında, qida ilə zəngin olan dəniz sularında. Beləliklə, bizim bu kiçik qlobal səyahətimiz yavaş-yavaş sona çatır. İndi gəlin bir dayanaq, bu heyrətamiz səfərdən öyrəndiklərimizi bir yerə yığaq və görək təbiət bizə hansı əsas dərsi verir. Baxın, bu sözlər əslində bütün dərsimizi mükəmməl şəkildə yekunlaşdırır. Canlı aləmdəki bu inanılmaz müxtəliflik heç də təsadüfi deyil. Bu, sadəcə olaraq planetimizin fərqli-fərqli şəraitlərinin birbaşa güzgüdəki əksidir. Hər bir canlı, hər bir bitki öz yaşadığı mühitin əsl ustasına çevrilib. Yaxşı, qısaca yekunlaşdırsaq nə öyrəndik? 1. Yaşadığımız mühit həyatı bir heykəltaraş kimi yonur. 2. İstilik və su bu prosesin əsas hərəkət verici qüvvələridir. 3. Bitkilər və heyvanlar sağ qalmaq üçün ağlasığmaz strategiyalar yaradırlar. Və 4. Hər bir məkan, hər bir təbiət zonası özünə məxsus bir tapmacadır və oradakı canlılar da o tapmacanın unikal həllidir. Və sonda sizi belə bir düşündürücü sualla tək buraxmaq istəyirəm. Əgər iqlim bugünkü sürətdə dəyişməyə davam etsə və sonda bugün haqqında danışdığımız bütün bu canlılar, bütün bu möhtəşəm varlıqlar növbəti dəfə necə uyğunlaşmalı olacaqlar? Bu barədə düşünməyə həqiqətən dəyər.